Kartlarımız var, eləmişəm və ya eləməmişəm. Mən sizə suallar verəcəm. Siz də kartlarınızla göstərəcəksiniz ki, eləmişəm və ya eləməmişəm. Çox maraqlı suallarım var. Bakalım. Mehmet sen de göstereceksin de yəqin ki eləmişəm, tək bizə pasajlayacaqsın. Olar. Heç kimin bilmədiyi bir sirri təsadüfən başqasına demisiniz. Bir dəqiqə, özüm haqqında. Başqasının haqqında da ola bilər. Yox, mən başqası haqqında sizə heç kəsə danışmıram. Eləmişəm. Eləməmişəm. Mən bilərək və bilmərək eləmişəm. Mən eləməmişəm. Mən eləmişəm, bilməyərək Biz bəzən demişəm. pot qırırıq, amma belə siz kimi şeyləri yox. Amma pot qırmaq eynən istəmədiyimiz bir halda demişik. Mən eləməmişəm. Mesajı səhvən adama göndərib panikaya düşmüşəm. Səhv adama göndər panikaya səhv düşmüşəm. adama Eləmişəm. Uy. Eləmişəm. Eləməmişəm. Eləmişəm. Yoldayam deyib evdən çıxmamışam. Bu mənəm. Rüyana bunu çox qəşəng bilir. Rüyana bunu çox qəşəng Amma bilir. yarım saatdan sonra Yarım gəlir. saatdan sonra evdən çıxmamışam, amma demişəm ki, yox, Rüyanaya az eləmişəm, amma bəzi dostlarıma çox eləmişəm bunu. Sən Mən bu çox verilişdən sonra Və pota bunları gedəcəksən işləndən deyəsən. sonra məni 100% bloka atmaqları %100'dür. Mən çox eləməmişəm, amma eləmişəm. 1-2 nəfər eləmişəm. Çox eləməmişəm. Yox, Aha. Rüyanaya heç vaxt eləməmişəm. Çünki mən biraz dəqiqəm dediyim saatda oluram orada. Ona görə eləmirəm. Yəni məncə siz də təsdiqləyirsiniz. Düzdür. Çox qəşəng Sual sual. insansın. Çox qəşəng sualım var. Kiməsə cavab verməmək üçün telefonunuzu rejimə atmısınız? İndi baxır kimə də yəni. Mənim ümumiyyətlə telefonum həmişə səssizdə olur. Əslində mən əvvəl belə deyildim. Hamıya cavab verməyə çalışırdım. Yəni bilməm niyə. Hamıya çatmağa çalışırdım. Amma indi yəni WhatsApp-ıma girsəz, bəlkə 30 dənə oxunmamış mesaj var. Amma mən son 10 ildir çox yaxınlarıma daha çox cavab verməyə daha çox üstünlük vermişəm. Eynən. Yəni vacib mesajlara baxıram. Yəni Dəyərli olan insanlar mesajına cavablandırmaq. Söhbətlərimizdə Belə məsəl üçün deyil, 4 nəfər var, onlara dəyər verdiyimiz biri də Rəna xanım olduğuna görə. Sosial mediada stoklayıb sonra səhvən link atmışam. olmur. Yox. Mən ümumiyyətlə heç kəsi stoklamıram. Eləməmişəm. Mən də eləməmişəm. Hə, qəşəng bir sual. Sevmədiyim bir hədiyyəyə çox bəyəndim deyə demisiniz. Yəqin ki olub. Olub. Yadımda deyil düzdür. Uşaqlıqdan Amma məndə böyük ehtimal ki olub da. Yəni çünki hamımızın bəyənmədiyi şeylər olur da, ya da Yəni. gözləmədiyi şeylər olur. Mən eləmişəm və mənim Məncə bir də çox eləmişəm. yaxınlarım mənə Eləmişəm, həmişə hədiyyə tutdum. aldı. Həmişə çekin üstündə qoyurlar ki, gelib qaytarıb başqasının alma ehtimalı. Ən çoxu da Tanıyırlar da. hə, tanıyırlar. Çox belə xasiyyətimi bilirlər ki, ən yaxşısı çeki ilə bərabər qoyurlar ki, Mehriban %100 Ən gözəli. Hə. Daha öncə ağır şəkildə kimdənsə qisas almısınız? İntiqam? Yox, mən heç ikinci Məncə insan də. deyiləm. Mən Aa, bitmiş eləməmişəm. şey, bitmiş bir Hekayəni. hekayəni təzədən yəni Canlandırma intiqam mənası. almaram. Mən də Yəni, uğraşmaram. ya da almaram, yəni. baxın. O vəziyyətə salmaram özümü. Axotum olmaz. Yəni. Mesajı SS alıb dostunuza göndərməkdənsə həmin özünə göndərmisiniz? Eləməmişəm. Bu Çünki arada işlədən axıcı bunu olmuş. həm mənə eləyiblər. Aha. Mənim heç vaxt mənim eləməyiblər. mesajımı kiməsə söhbət soruşdu məndən. Mən onu atdım səsi və mənim atdığım səsi mənə atmaq, başqasına atmaq əvəzinə mənə atmışdılar. Mən də bunu bir dəfə eləmişəm, özü də çox pis eləmişəm, işdə eləmişəm, iş qrupuna atmışam sən. Çox pis bir şey. Çox pis. Məndə həqiqətən heç Ondan vaxt sonra olmayıb. bir dəfə onda olub, ondan sonra hər dəfə mesaj göndərəndə iş Çox qruplarının diqqətli. hamısını arxivə atmışam ki, çıxmasın qabaq. Qəşəng bir şey. Sonra edərəm deyib tamamilə unutmusunuz. O qədər, o qədər. Eləməmişəm. O qədər olub. Təəssüf ki. O qədər. Və son anda eləmək. Yox, mən eləməmişəm. Rəna, çox qəşəng sualdır. Gülməli olduğum yerdə gülümsəyə saxla bilməməyim. Gülməməli olduğum yerdə. Gülməməli olduğum yerdə Ciddi ortamlarda gülməyi mən də eləmişəm. eləmişəm. Biz O qədər. eləmişik. Və mən
Çox vaxt bir dəfə rəfiqəmin yaxınının rəhmətə gedəndə orada Məndə də rəfiqələrim olur. məni güldürüblər və mən məcburiyyət qarşısında çölə çıxmışam çünki burada mənim günahım yoxdur, rəfiqələrimin günahlarıdır ki, onlar məni Bu arada güldürüblər. məncə bu halı hamı yaşayır. O ciddi ortamlar olur. Ən çox da yaslarda olur. Yəni gedirsən Allah rəhmət eləsin hamısına. Amma ki o sənə aid deyil də, o hiss sənə aid deyil. Prosta getmisən və orada bilmirsən necə davranacaqsan, özünü o ciddiyyətə salmağa çalışırsan və əsla o ciddiyyətə alınmır. Və mən öz yaxınlarımla harasa gedəndə qızlar mənə deyirlər ki, nə olar üzbəüz oturmayaq. Çünki biz üzbəüz oturanda birimizə baxıb gülürük. Var, bunu mən də həmişə deyirəm. Yaxın Buna görə oturmuram. Uzaq, ən yaxşısı uzaq oturmağa daha çox üstünlük veririk. Suallarım bu qədərdir. Çox maraqlı bir oyun idi Təşəkkür mənim edirəm. Çox üçün. sağ ol. Təşəkkür edirəm. Həqiqətən Sağ olun, çox mənim maraqlı üçün və maraqlı əyləncəli bir idi. oyun idi həqiqətən də. Məndən bu qədər.